Şair deyər meyxanasın təninə, düşmən olar həyatda düşməninə. Yaxşı şair tapın düşünməniylə, boş-boşa olmasın dodaq tərpədən. Sən əhvanı şən olmusan ana Xosrov, açan mənə tən olmusan ana Xosrov. Ömrü boyu sən olmusan ana Xosrov, it kimi meydanda qulaq tərpədən. Gedi biraz öyrən savadlı yolcuna, meyxanadan məlumatlı yolcuna. Qulaq nədir ehtiyatlı yolcuna, güllə gəlir məndə papaq tərpədən. Gələ deyək qızışdıraq meydanı, amma gələk bıraxmayan nöqsanı. Bədə ki tanıyan tanıyır Rusları, İlhamı vulkan kimi dağ tərpədən. Danışırlar bunlar mənə gülürlər, dərdi qəm olduqda belə bölürlər. Belə də Xosrovu da yaxşı bilirlər, zəlzələ var məndə otaq tərpədən. Mən sənə meydanda salmışam ələ, Xosrova meydanda durmuşam tələ. Səbirli ol, eləmə ginən zəlzələ, narahat olarım da uşaq tərpədən. Dememəklə bunlardan biri olmaz, deyən meyxana meydan giri olmaz. Bizdə zəlzələnin təsiri olmaz, uşaqlı bək tutulq uzaq tərpədən. Bunlar güyan Ruslanı qorxudurlar, söz deməyirlər, niyə burzudurlar. Uzaqda tərpətməyirlər, tuturlar, rədbə də düşmürdü bayaq tərpədən, rədbə də düşmürdü bayaq tərpədən. Uzaqda tərpənir qalıb dəmində, qalıb fikri zəhənnəmində. Ümumiyyətlə meyxana aləmində, mənlə yoxdur avlı ayaq tərpədən. Qafiyə Xosrov atam rəzül sənətkar idi, o vaxtı meyxanıma əvəskar idi. Ayaq sözü qafiyədə var idi, arıq idi dar barmağı sağ tərpədən.